Bismillahirrahmanirrahim. وقالوا إن نتبع الهدى معك نتخطف من أرضنا أولم نمكن لهم حرما آمنا يجبى إليه ثمرات كل شيء رزقا من لدنا ولكن أكثرهم لا يعلمون. Rəhman və rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi yenə bərəkətli Ramazan günlərində xoş gördük. Bu gün də ənənəmizə sadiq qalaraq Quran-Kərimin fərqli bir ayəsi işığında əsr səadətdə yaşanmış və hekayələrindən birini sizinlə bölüşmək istəyirəm. İslamın ilk illərində sorğusuz sualsız Həzrət Peyğəmbərin davasına ürəkdən bağlanan insanlar var idi. Onlar başlarına nə gələcəyini bilmirdilər. Bəlkə də ailələri zərər görəcək, mal dövlətləri talan olunacaq, sevdiyi insanlar tərəfindən işgəncəyə məruz qalacaq, yaşadığı vətəndən, diyardan sürgün ediləcəklər. Necə ki, biz bunu İslam tarixindən kifayət qədər misallar göstərə bilərik ki, Allah və Rəsuluna iman etdiklərinə görə min bir əziyyətə məruz qaldılar, başlarına min bir oyun açdılar, amma onlar heç bir zaman Allah və Rəsuluna olan bağlılıqlarından əl götürmədilər. Başlarına min bir cəfa gəldi, amma onlar səbr etdilər. Səbr edənlər də mütləq zəfərə çatan insanlar olur. Digər tərəfdən də Həzrət Peyğəmbərimizin yanına bir qrup insanlar gəldi və belə dedilər ki, həqiqətən sən Allahın haqq göndərdiyi bir Peyğəmbərsən, ancaq biz sənə tabi olsaq bizə əziyyət edəcəklər. Məhz bu sözlərdən sonra uca Allah onların bu qorxusunu, dünya nigarançılığını görərək bir ayə nazil etdi. Uca Rəbbimiz Həzrət Cəbrail əleyhissalam vasitəsilə Həzrət Peyğəmbərimizə Qəsəs surəsinin 57-ci ayəsini nazil etdi. Ayədə uca Allah belə buyurdu: Əgər biz səninlə birlikdə doğru yola tabi olsaq, yurdumuzdan çıxarılarıq, dedilər. Biz onları öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi təhlükəsiz və müqəddəs bir yerdə məskunlaşdırmadıqmı? Lakin onların çoxu bunu bilməz. Əziz və dəyərli izləyicilər, dəyərli dostlar, Həzrət Peyğəmbərimizin zamanından əsrlər keçsə də, bugün də Allah Rəsulunun davasına könül bağlayan, malı ilə, canı ilə hər bir şeyini infaq etmək istəyən fədakar ruhlu insanlar var. Təbii ki, bu yol izdiraplı, çətinli, imtahan dolu yollardır. Necə ki, Həzrət Hüseyin əleyhissalamın gözəl bir kəlamında buyurduğu kimi, ayağını sevənlər bu yola çıxmasın. Yəni, özünü sevənlər, nəfsini sevənlər, malını sevənlər haqq yolda sabit qala bilməzlər. Necə ki, uca Allah bir ayədə buyurur ki, möminlərdən bəzi kişilər var ki, əhlərinə sadiq qalıblar. Baxın, ayədə Rəbbimiz möminlərdən xüsusiləşdirərək məhz bəzi kişilər deyə xüsusi xitab edir. Bəzi kişilər var ki, əhlərinə sadiq qalıblar və onların bəzisi bu yolda şəhid olub, bəzisi isə şəhid olacağı günü gözlərlər. Digər bir ayədə isə Rəbbimiz buyurur ki, onların sizdən öncəkilərin başına gəlmiş imtahanlar, işgəncələr, əziyyətlər sizin başınıza gəlməmiş cənnətə daxil olmağı mı güman edirsiniz? Həqiqətən də əziz və dəyərli dostlar, şeytan çox güclüdür. Şeytan bizə iman edən insana namaz qılma və yaxud da içki iç deyə bu kimi ifadələrlə bizə vəsvəsə etməz. Ancaq şeytan bizim düşüncələrimizə, beyinlərimizə, ruhumuza fitnə və fəsad toxumunu rahatlıqla səpə bilər. Ramazan ayı gözəl bir fürsət ayıdır. Özümüzü hesaba çəkməyimiz üçün gözəl bir aydır. Biz Allah və Rəsuluna, onun yoluna nə qədər səmimi bağlıyıq, bu yolda nə qədər canımızı, malımızı, ruhumuzla bu yolda infaq etməyə, hər bir halımızı, işimizi, şəxsi işlərimizi kənara qoyub Allah adına olan işlər
günlərdə öndə getməyə nə qədər gücümüz var. Baxın, bu aylar bizi özümüzə qaytarır, yenidən dəyərlərimizə qaytarır, öz hədəf və qayələrimiz uğrunda yenidən düşünməyə vadar edir. Necə ki, Rəbbimiz buyurduğu kimi iman edən insanlar, yenidən iman edin. Bugün imanımızı yenidən göz önündən keçirib haqq yolda sabit qalmamızı bu mübarək günlərdə Uca Allahdan dua etməliyik. Uca Allah bizi Rəsuluna, onun yolunda sabit qalmağı, onu həqiqi sevməyi, o yolda hər bir şeyimizlə fədakarlıq etməyi cümləmizə nəsib etsin inşallah.